mən götürürüm. Yox, ay bala ağırdır, düş gəl. Narahat olma, ver mən götürərəm. Deyirəm ağırdır, belin sərpər qalarıq belə, düş qabağıma. Ana, heç nə olmaz, ver daşıyım. Yavaş görüm, yaxşı. Ay belim, belim. Duramıram ayaq üstə. İnanırsan, gəlib çıxana qədər mənim belim qırıldı. Yaxşı da Allah saxlamış, Zaur aşağıdaydı. Bala, sən bizdən xəbərsiz idmana gedirsən? Yox. Yox, nəsə elə bizdən gizli məşq eləyirsən sən. Yox, nə məşq? Ay kişi, bizlə maraqlandı, gör nə olubdu? Ne olub ki? Qulaq assan biləsən. Bir dəqiqə. Yalan düşsən. Hə, nədir? Gələndə yolda qəşəng ucuz bir meyvə düşdü qabağıma. Mən də görməmiş kimi ala bildikcə aldım. Həmişə kimi. Bir də baxdım, amma yeyəndə heç demirsən ha. Bugün almışsan bunu. Qəşəng almam, hə. Nəysə, baxdım çatanda gördüm, yox, mənim belim qırıldı, mən bunu aparamayacam. Elə əlimdən buraxasaydım, bir də baxdım ki, zor. Əlimdən aldı. Maşallah, 5 mərtəbəni ayaqla necə qaldırdı. Kimin oğlu bu? Çəkib də, gelmə də. Genə bax. Sən nətər elədin ay bala? Nətər başardın? Mənə çağırardınız, evdəydim də, gəlib kömək eləyərdim sizə də. Ölmüşdüm mən. Sonra da işdən yorğun gəlmişdin də. Mən də daşıdım da, burada nə var axı? Maraqlıdır ki, sən nətər gücün çatdı, sən nətər elədin. İdmana da getmirsən ki, deyim ki, belə. Nan? Ha? Yəni gör, qaldırın. Ha? Ay, belim qırıldı. Ay, bala zindanda ki bu. Deyəm, mən götürüm, yəni sumkaya da gücüm çatmır. Bunu mən güclə qaldırım. Bunu sən nədən aparsan məktəbə, bala? Nə var onun içində? Daş doldurubsan bala. Yox, tapşırıq kitabı vardı, test kitabı vardı. Sonra dərsliklər, başqa heç nə yoxdur. Can, aman ölsün. Amin inşallah. 5 il siz də bu kitabları daşısaz, mənim üçün pəhləvan olarsınız. Bu belə getsə, nə desə qaldırar ha. Divan səninlə qarışıq qaldırar bu. Ha, qaldıraram. Nəyi qaldırarsan? Divanı. Gördüm. Qaldır. Ay bala, Allah'ım. ay bala.